Məhəbbət ürəkdə, istək dərində, hərə öz işində, dərd sərində. Nənələr, babalar həndəvərində, bir öyün gözündə şam çıraq idi. Hələ içərdən yeyilməmişdi. Köntöy baxışlarla döyülməmişdi. Ay Rasim, hələ yetimliyə əyilməmişdi. Ana gümrah idi, ata sağ idi. Yamyaşıl çəmənlər nəşəsi idi. Bulaqlar aynası şüşəsi idi. Hər sabah gül dərmək peşəsi idi. Güllər qucağında bir qucaq idi. Çox zaman gecəni çöldə yatardı. Şehə bələnərdi, suya batardı. Tonqal qalyardı, ocaq çatardı. Özü də bir parça od ocaq idi. O günlər əlindən tutası deyil. Əli o günlərə çatası deyil. Onda 4 uşağın atası deyil, Zəlimxan utancaq bir uşaq idi. Allah rəhmət eləsin şairə. Sizə can sağlığı və mən istəyərdim ki, ay Rəsim, sənin də ürəyindən olur, bilirəm, bu Dübeyti havasında rəhmətli İmamedin dağlarını deyək. Qardaşım zəlim. Baş-başa dağlar. Dəli dağın arxasından görünür o qoşa dağlar. O belə kəpənəkdi bütün aləm dolandı. Kəpənəkçi bütün aləm, qonağımdır daha nə gəl. İnan səndə mən bələdəm, hər qayaya daşa dağlar. Sandıq bulaq bir də sayı, gür bulağı yoxdur tayı. Ceyran sürür bahar yayı, axır coşa-coşa dağlar.
Xudmanı sağımız da eşidilir. Bir hava qoy mikrofonsuz oxuya. Bunlar elə. Allah. Təbii. Allah sana uzun ömür can sağlığı. Onu demək istəyirəm. Var ol, eşq olsun. Baxan varmı heç qaşığa səngələ? Bir gözəlim sığal çəkir telinə, gül çiçəkdən kəmər bağla belinə. Yolun düşsə obasına elinə, kində kəsə, qonaq elə xəngələ.
Gəlin bugünkü bir gözəl sağlığa içək. Bugünkü günün sağlığa içək. Başımız tacının sağlığa içək. Hamının başımızın tacıdır gözəllərimiz, hanımlarımız, anamız, bacımız, kızlarımız, hamısı kadınlardır. Ben hanımların sağlığa içmək istəyirəm. Bütün Bəkiri xanımlarını sağlığa içmək istəyirəm. Qoy Bəkiri xanımları həmişə güllü, çiçəkli, ətirli olsunlar. Bəkiri xanımlarını sağlığa mənə elə gəlir ki, çox adamlar vətən qorxun kəlli çəkəkdir. Sağ olun, gözəlləri sağlığa. Hamınızı təbrik edirəm, bu gözəl günlər, hamıda xoş günlər adlanırlar. Bugünkü gündə bir ay yerə təkrar elədik, hamısı həyat eşyadır, həyatımız eşyadır. Bütün xanımlara uzun ömür, can sağlıqlar dilir, hamısı ürəklə sağlıqlarda içəyəm. Və bugün bir məclisimizdə bir tədəl bir iş görəcək. Leyla xanım, xahiş edirəm bura gəl. Bugün qadınların məclisimiz getdikcə, cəmiyyətimiz getdikcə gözəlləşir. Bugün cəmiyyətimizdə qadınlar üzrə məsləhətçi seçmişik Leyla xanımı. Leyla xanım buyurun. Rəsmi olaraq peçatlı, zatlı, sənətli sizi mavin seçmişik qadınlar üzrə məsləhətçi. Bugün nə belə qadınların nə çağırışır olsa, nə problem olsa sərlikdir. Qadınlar adına nəsə buyur deyil. Akşamınız xeyir olsun. Eşq olsun Bəkirovlara. Akşamınız xeyir, təzə il mübarək olsun. Çox sağ olun, çox sağ olun minnətlər Leyla xanım. Sağ olun və sözlü bu sağlıqda əmin qafalanma verirəm, bir sağlığım gözəlləşdirsin. O da arvaddan qorxadı, mən bilirəm ki, onu iki alır. Herhalde o Bəkir öz ağları olsun, arvaddan qorxmaydın. Sağlam ol, gözəl sağlıq buyurdum. Bugünkü günümüzün sağlığı olsun, Bəkir ocağının sağlığı olsun. Təbiətdən arzu edirəm Bəkir ocağına. Həmişə belə yaxşı günlər yaraşır. Elə də yaraşacaq. Keçənlə nisbətən bir maşallah olsun. Getdikcə sağlığımız artır. İnşallah gələcəkdə artıq olarıq, inşallah. Öpürəm hamınızı, çox sağ olun, bugünkü günə görə. Vəkillərimə təşəkkürlər. Arkadaşlar bu arvaddan qorxmaq məsələsində bir lətifə kimi danışır. Biraz gülür. Bir 10-15 nəfər bir məclisdə oturub böyle fikir vermişlər. Bir nəfər deyir ki, kim arvaddan qorxursa ayağa qalxsın. Hamı nə olacaq ayağa qalxır. Görürlər ki, bir nəfər ayağa qalxır. Yaxınlaşır deyirlər. Ne mesela sen Allah'tan korkmuşsun. Eyvallah diye korkuyorum diye. Gedele bana tapşırıp yerine terkan. Allah'ımıza günler versin. Kadınlarımızın, öz kızlarımızın sağlığı olsun. Bekirli kızlarının, bekirli gelinlerin sağlığını. Var olasınız Allah hamımızı hoşbeht eylesin. Evlatlarınızın, balalarınızın hayır işini sıkıntı eylesin Allah. Sağ olun, var olun.
yerleşmeyip canlı musiqilərlə davam edəcəyik təbii ki. Ürəyimiz nə istəsə sifarişlər edəcəksiniz. Akşamınız xeyir olsun. Allah'la yine bugünü təbrik edirəm. Bugünün sabahı bir gözəl gündür. En bana hoş gelen bayram Savaşçı bayramı, Birlik Həmrəlik bayramıdır. Bu Birlik Həmrəlik bayramı belə götürsək, Borçalı Azərbaycanlıları, İran Azərbaycanlıları, Bakıda yaşayan Azərbaycanlılar və
Rusiyada, Dərbənddə yaşayan olacaqlar. Bax, bunların birliğidir, bunların bayramıdır. Bu bayram çok güzel bayramdır, bu bayram birlikdir. Birlik olan yerde bir mərəkət olacaq. Ben bu bayramı sağla içmək istəyirəm. Bir mərəkətimiz olsun, birliğimiz olsun, var olun, biraz səs ver, Bu birlik bayramında sözü veririk Rasim'e. Rasim özü gören bir kâbe eylesin. Bu bayramı yine tekrar edelim ki bu en güzel, bizim Azerbaycan milletinin en güzel, en sevimli bayramıdır. Rasim Azim buyur. Çok sonraki Meryem doğrudan da aziz gündür. Biz böyle bir yere birleşmemiz bu özelliktir. Mehribanlıktır. Bir yere cemleşmek birliktir. Yaşasın bu birlik. Sizin de emeğinize göre teşekkür ederim. Öpüm hangisi uzakta yaşayanlara da yan yine işler alanı olsun. Buyurun Rasim'den. Var ol, bir duş, bir el çalır, bir gören bu sağlığa el çalmaya değer. Çok güzel, yine tekrarlar, güzel bu bir birliktir. Bu birlik 97. yılda Heydar Aliyev kurdu bu birliği Heydar Aliyev yarattı. Allah ona rahmet eylesin. Bu birlik arzu eder ki dünya durdukça bu birlik hep olsun. Sağ olun, var olun. Saşa yazmış, yazı yazan boşa yazmış. İzlenmez saşa yazmış, seni benimle boşa yazmış. Ünvan uzaklarmışa, seni benimle boşa yazmış. Arzular